Valideynlər istər-istəməz seriallara, filmlərə baxırlar və orada daha yüksək kriteriyalar görürlər. Və yüksək kriteriya gördüyü üçün düşünür ki, niyə kinoda atıram kimsə o həyatı yaşayır, mən də yaşaya bilərəm, mən niyə yaşamamalıyam? Və bu düşüncə tərzi ilə kriteriyalar yüksəlir. Amma biri var altı boş bir yüksəliş, biri də var çalışaraq yüksəlmək. Yəni, yüksəlməyə heç kim pis baxmır, heç kim mane olmur. Amma çalışaraq yüksəlmək başqa şeydir. Birdən-birə diplomu olsun, 3 evi olsun, maşını olsun, mən o oğlana gedim düşüncəsi tamamilə yanlışdır. Onda da soruşurlar ki, yaxşı, oğlanın diplomu var, maşını var, evi var. Bəs sən nə verirsən bunun qarşılığında? Yəni, belə suallar da yaranır. Qızlar biraz vaxtından tez özlərinə baxmağa başlayırlar. Nəinki dərsə, təhsilə yönəlmək. Məsəl üçün, dırnağı düzəlib ona, ya da ki, qızlar özləri də biraz işə yatqın olmurlar və yaxud da ki, evdə ana, bayaq deyirsiniz ki, valideynlərin üstünə çox düşdük. Ola bilər, amma evdə ananın da rolu böyükdür ki, mənim uşağım, məsəl üçün, qab yumasın, iş görməsin, onsuz da gedib eləyəcək. Bəs düşünmürlər ki, gedib nəyi eləyəcək? Bir yumurtanı sındırmağı bacarırmı ki, getsin eləsin? Ya və yaxud da evdə, ata evində əlinə bir süpürgə alıbmı ki, getsin, ər evində də əlinə süpürgə alsın? Deyir, mən elə böyüməmişəm.